Rusiyadan daha bir vəhşilik belə ki, Ramazan ayında məscidi bombaladı. Bəli, Gündəm xəbərinin efirində 26 fevral tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Rusiya ordusu Xersonda məscidi atəşə tutub. Gündəm xəbər Müsavat.com-a istinadən məlumatı diqqətinizə çatdırır ki, bu barədə Xerson Regional Hərbi Administrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya ordusunun Xersondakı müsəlman dini icmasının məscidinə hücumu nəticəsində məhz binada pəncərələr sınıb, fasad və daxili otaqlar isə zədələnmiş vəziyyətdədir. Müsəlmanlar üçün müqəddəs Ramazan ayında belə Rusiya tərəfi bir daha açıq şəkildə göstərir ki, onlar üçün dini dəyərlər heç bir əhəmiyyət daşımır deyə açıqlamada qeyd olunub. Qeyd eləyək ki, məhz hücum zamanı hadisə zamanı xəsarət alan isə xoşbəxtlikdən olmayıb və bir arada qeyd eləyək ki, Ukraynada 90 mindən çox insanın itkin düşməsi barədə məlumat qeydə olunur və bunlara həm hərbi qulluqçular, eyni zamanda mülki şəxslər də daxildir və bu barədə isə məhz itkin düşmüş şəxslər özdə səlahiyyətli şəxs açıqlama verib.